Verilişin sponsoru Bakı Sığorta, Qayğı Keş Sığorta. Hadisə yanvar ayının 13-ü paytaxtın Rəşid Behbudov küçəsində baş verib. Qayda pozan sürücüyə saxla əmri verən yol patrul xidmətinin əməkdaşı avtomobilin onun üstünə sürüldüyünü görəndə kapotun üstünə hoppanıb. Kapotun üstünə uzanan polis əməkdaşını yerə salmaq üçün avtoxuliqan qəfil manevr edir. Nəticədə yerə yıxılan polis əməkdaşının başı asfalt örtüyünə çırpıldığından o ağır kəllə beyin travması alır. Kəllə beyin travmasının həmçinin sümük sınığı diaqnozu ilə əməkdaş hal-hazırda tibbi müalicə alır. Bakı şəhər Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Vaqif Əsədovun sözlərinə görə hadisə yerindən qaçan Lada Priora markalı avtomobili saxlamaq üçün Dövlət Yol Polisi əməkdaşları süni tıxac yaratmalı olublar. Saxlanılan avtomobilin içindən Ağsu rayonunda qeydiyyatda olan sürücü Cavid Fuadoğlu Həsənovla yanaşı daha 4 sərnişin çıxıb. Sərnişinlər sürücünün gələcək qohumları olublar. Polis əməkdaşının xidməti zamanı onun qanuni tələblərinin yerinə yetirilməməsi, bir, digər tərəfdən yol boyu avtoxuliqanlıq etməsi, iki, digər tərəfdən polis əməkdaşına müqavimət göstərib ona xəsarət yetirmək, bu artıq cinayət hadisəsidir. Yaxalanaraq istintaqa təhvil verilən Cavid Həsənov polis əməkdaşının saxla əmrinə tabe olmamasını etiraf edib. Əvvəlcədən məni saxlamışdı, saxlamadım. Gəldi, məni saxlayanda ikinci dəfə qarşımı kəsdilər, saxladım. Dedi, qapını aç, açmadım. Biraz sözün açıq qorxdum. Kreditlə aldığı Lada Priora markalı avtomobillə sərnişin daşımaqla məşğul olan Cavid Hüseynovun bankla problemi yaranıb. Sən demə 5 aydır ki, kredit borcunu ödəməyən Həsənovu bank məhkəməyə verib. İşi araşdıran məhkəmə avtomobilin üzərinə həbs qoyub. Avtomobili banka təhvil vermək istəməyən Cavid Həsənov məhkəmə qətnaməsinin icrasından yayınıb. Bu səbəbdən də polis əməkdaşı ona saxla əmri verəndə avtomobilin əlindən alınacağından ehtiyatlanan Həsənov qaçmaq qərarına gəlib. Mən özüm bilirdim ki, bankda problemim var, maşını alacaqlar əlimdən. Ona görə qaçmaq istədim. Çox peşmanam. Çünki onun mənə heç bir düşmənçiliyi yox, heç bir şeyi yox. Çox peşmanam. Nə cavanlıqdır, bəlkə də adamın ürəyinə şeytan girir. Cavid Həsənovun qəlbinə girən şeytanın taleyi barədə heç nə deyə bilməyəcəm. Avtomobili ilə vidalaşmaq istəməyən Cavid Həsənovun özünə gəldikdə, o indi müəyyən müddətə azadlığı ilə vidalaşmalı olacaq. Çünki baş vermiş faktla əlaqədar Nəsmi rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırmalar aparılır.